Deyək ki, sizin qeyd elədiyiniz kimi artıq İran bu blokadaya tab gətirə bilmədi. Dediyiniz kimi 90 milyonluq bir ölkəni həm də qidalandırmaq, təmin etmək lazımdır. İqtisadiyyata ciddi zərbə vuracaq və bundan sonraki prosesləri necə dəyərləndirmək olar? Yenidən danışıqlardan siz nələr gözləyirsiniz? Bunları nəzərə alsaq. Qeyd etdiyim məsələnin üzərində mən yenə qalıram ki, burada ya İran kompromisə getməlidir. Çünki faktiki olaraq region dövlətlərdə, yəni aşağıdan, cənubdan ərəb dövlətlərindən elə bir zincir qırıb ki, artıq bunu bərpa eləmək üçün ya İran sakitcə durmalıdır ki, bu məsələ budur ki, İsraillə Amerika İranı vurdu, İranla götürüb ərəb ölkələrini vurdu. Yeganə qonşu dövlətlərdən Ermənistanın çıxıram o heç, yeganə Pakistana hərəkət. Nə dron, nə də raket atmayın. Kompromis deyəndə nəyi nəzərdə tutursunuz? Birləşmiş Ştatları İran üzərində 15 bəndli bir tələbi var idi. Hayır. O 15 bəndin hamısını İran etməsə də... Real 2 əsas şərt masa arxasında. Aysa, o iki məsələ ki, ortadadır gündəmdə. Daha çox bilirsiniz nəyə kökləniblər? İran nüvə məsələsindən geri çəkilməlidir. Bu birinci. Bu birinci şərti olmazsa olmazdır, bu bir. İkincisi, pərdə arxasından Amerikanın tələbi budur. İran neft sənayesini Amerika şirkətlərini üzləşməlidir. Bu açıqdır. Yəni, bunu istəyir. Bunun üçün hətta Amerikanın təklifi odur ki, yəni, əslində gözlənti də buydu. Yəni, Pakistana gedəndə gözlənti buydu ki, bəlkə gələcək üçün bir danışılır. Amma bu qafadakı olan sistem ki var, indi bu teokratik sistem, bu teokratik sistemdən bunlar alınmayacaq. Çünki bunların strateji hədəfi, o hakimiyyətdə qalmaq üçün strateji hədəfi Molla rejiminin faktiki olaraq Amerika şeytandır, siyonistlərə ölümdür, bu şüar altında gedir. Ona görə bu dəyişəsi deyil. Yəni, məsələ budur ki, strategiyadan geri çəkilə bilərmi? Yəni, özünün strategiyasından. Böyük ehtimal ki, tam da İranda o dövlətin dağılmağında istəmirlər. Amerika Birləşmiş Ştatları parçalanmış İran istəmir. Görünən budur. Yəni, parçalanmış İrandansa daha mülayim, həlimi İrandan danışıqlar aparmaq daha sərfəli. Çünki İranın orada varlıq olaraq qalması Amerikanın ərəb ölkələri üzərində təsir gücünü saxlayır. Burada bir sual yaranır. İkinci bir məsələ. İran bu razılığa gəlməsə, o 90 milyondan yuxarı əhalini doydurmaq lazımdır. Ya bir müddətdən sonra ciddi ərzaq böhranı ilə üsyan başlaya bilər İran daxilindəki. Bu da hər nə qədər qapalı ölkə olsa belə, nə qədər daxili təminata yönəlsə belə, bu ciddi bir fəsad yarada bilər. Bunu heç bir dövlət də, qonşu dövlət də onun logistikasını həyata keçirdib, İranı tam təminatı həyata keçirə bilməz. Mümkün deyil. Təyyarə ilə də Çindən və yaxud da hansısa bir ölkədən ərzaq daşımaqla bu da mümkün deyil. Yəni, o alınan iş deyil. Yəni, bu bir sistemli şəkildə getməli. Ona görə də burada artıq Amerika Birləşmiş Ştatları İran qarşısına şərt qoyub. Bəs İsrailin tələbləri nədən ibarətdir? Yeri gəlmişə bu ölkənin baş nazirindən bir açıqlama. O açıqlamaya diqqət yetirək, sonra fikirlərinizi davam etdirərsiniz.